Hər il erkən evliliklərin sayı 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı ilə müəyyən edilir. 2024-cü ildə bu kimi uşaqların sayı 1279 nəfər olub. Erkən nikah nəticəsində doğulan uşaqların sayı 2023-cü ildə isə 1742 nəfər idi. Göstəricidə azalma müşahidə edilsə də erkən nikahın olması faktını dəyişmir. Məsələ ilə bağlı psixoloqlar isə deyir ki, erkən nikaha sövq edilən azyaşlı öz şəxsi inkişafını tamamlamadan bir ailəni ayaqda saxlamaq kimi məsuliyyətlə yüklənir. Bu isə bir çox hallarda həmin şəxsdə psixoloji travmaların yaranmasına səbəb olur. İrəlidə depressiya, özgüvən əksikliyi və bərabərində təhsildən yayındıqlarına görə tamamlanmamış arzuları qurbanı olurlar və irəliləyən yaşlarda özünü kəşf etdiyi dövrlərdə artıq müəyyən bir yaş mərhələsinə gəlib çatanda depressiya ilə üzləşirlər. Bugün biz görürük ki, bir xanımın 28 yaşı var, öz övladı demək olar ki, öz aralarında 15-16 yaş fərqləri var və bu qadın hələ də bu yükü daşıya bilmir və çətinlik çəkir və bununla ciddi olaraq psixoloji problemlər yaşayır, depressiyadadır. Erkən nikahın qarşısını almaq üçün qanunvericilikdə bir sıra dəyişikliklər edilir. Elə bu ilin iyulun 1-dən etibarən qüvvəyə minəcək qanuna əsasən erkən evliliyə sövq edilmə, onun təşkili ilə bağlı cəza tədbirləri nəzərdə tutulub. Bununla yanaşı əhali arasında da bu istiqamətdə maarifləndirmə tədbirlərinin aparılması vacib hesab olunur. Mütəxəssislər hesab edirlər ki, bir azyaşlının həm fizioloji, həm də psixoloji cəhətdən öz inkişafını tamamlamadan evliliyə məcbur edilməsi ona olan ən böyük pislikdir. Bununla bəzi valideynlər bilərəkdən və yaxud bilməyərəkdən öz doğma övladları üçün böyük problemlərin əsasını qoymuş olurlar.